UFC 322-də yalnız İslam Makhachev və JDM döyüşü yox, həmçinin bütün tamaşaçılar, bütün Azərbaycan xalqı hansı döyüşü gözləyir? Sean Brady, Michael Morales. Hamımız gözümüzü ekranlara dikmişik. Bəs bu döyüşdə nələr ola bilər və bu döyüşün UFC üçün əhəmiyyəti nədir? Buraya keçdik. İndi davam edirik tamaşaçılar. Sean Brady bildiyimiz kimi əsas güləşi ilə və son zamanlarda inkişaf elətdirdiyi boksu ilə bilinir. Belal Muhammedə boksda məğlub olduqdan sonra qərarı aldı ki, mən Canelo Belala məğlub oluramsa, niyə özüm Crawford olmayım və Belalı gələn dəfə məğlub eləməyim. Və boksunu inkişaf elətdirdi. Bu boksunu biz onun Leon Edwards döyüşündə çox yaxşı görə bildik. Boksdan çox gözəl belə rəhmətli Xəmzət kimi olmasa da çox sürətli bir şəkildə boksdan takedownlara da keçə bilir. Amma digər tərəfdə isə UFC-də ən yaxşı boksa sahib olan döyüşçülərdən biri Michael Morales var. Undefeated, hələ ki məğlub olmayıb. 18-0-dır. Michael Morales çox yaxşı takedown defensə də malikdir. Buna görə də bu döyüş hamımızın marağındadır ki, görəsən Morales Brady'nin bu takedownlarının qarşısını alıb onu gözəl bir uppercutla mı, hookla mı da özü məsləhət bilər, bəlkə overhandlə mi məğlub edəcək. Yoxsa Brady onu zamanında yerə alıb, deməli Leon Edwards'a etdiyi kimi bir submission edəcək. Mənə elə gəlir ki, Brady'nin mən Leon Edwards'la olan keçidlərindən falan xatırladığım qədərilə Edwards'a bir neçə qəşəng orada deməli yerdə yaxşı işləyirdi jiu-jitsu ilə. Mənə elə gəlir ki, Brady döyüşün 2-ci, 3-cü raundunda, döyüşün sonlarına yaxın hər hansısa bir nöqtədə deməli clinchdən yerə almağı bacaracaq Moralesi və Moralesin hələ ki cavanlığına, təcrübəsinə verəcəyimiz bir şəkildə onu submit edərək, submissionla növbəti qələbəsini qazanacaq və kəmər iddiasını qoruyacaq.